Və mövzu hiperurikemiyadır. Hiperurikemiyadan azot mübadiləsinin, azot metabolizmindəki dəyişikliklərə qədər. Sözü vaxtı uzatmadan hörmətli spikerə ötürmək istəyirəm. Spikerimiz, bugünkü məruzəçimiz Tibb Universitetinin birinci Daxili Xəstəliklər Kafedrasının assistenti, Bakı Sağlamlıq Mərkəzinin nefrologiya şöbəsinin rəhbəri, Milli Onkologiya Mərkəzinin nefroloji kabinetinin rəhbəri və Beynəlxalq Nefroloji Cəmiyyətinin təqaüdçüsü Elgün doktor Həziyevdir. Buyurun Elgün doktor, sizi eşitmək istəyərdik. Rəna xanım, çox sağ olun. Təşəkkür edirəm sizə təqdimatınıza görə. Hər kəs salamlayıram, bütün kollegalarımı. Vaxt ayırmısınız, bizi dinləməyə gəlmisiniz, belə deyək. Yəni, mən özümü də görüm göstərə biləcəmmi? Hələ görsənmirsiniz. Bir də saniyə, indi həll edəcəm o məsələni də. Bəli doktor. Bilmirəm, Bəli, gördük. kameram bizi göstərir. Yaxşı, aydın tam görürük. Aydın görürük. Okey. Mən bir dənə indi slaytlarıma qayıdım. Pardon. Aləmi qatdım bir-birinə. Doktor, görsənir slayd, eybi yoxdur. Yəni Yox, mən slaytlarımı görmürəm. Bir dəqiqə, bizə saniyə slaytlarımı qayıdım. Hə, vsyo, gəldim. Gəldim. Gəl bunu böyüt də. İndi. Tak, bircə saniyə. Yəni bu böyütməni də həll edeyim. Bircə saniyə darıxmayın. Bircə qırıq. Aha, vsyo, gəldim. Bir daha salam, hər birinizi salamlayıram. Deməli, mövzumuz hiperurikemiya olacaq. Əlbəttə, hiperurikemiya deyəndə, yəni çoxları belə başa düşür ki, biz podaqradan danışacağıq və yaxud da qut nefropatiyasından. Xeyr, ondan danışmayacağıq. Sadəcə biz sidik turşusu yüksəkliyinin başqa effektlərindən, başqa belə deyək, nəticələrindən danışacağıq. Planımız nədən ibarət olacaq? Hiperurikemiyanın tarixi barədə, əlbəttə, əgər varsa onun bir tarixi və yaxud da hiperurikemiyanın epidemiologiyası, əgər hiperurikemiya bir əhəmiyyətli bir mövzudursa, sidik turşusu yüksəkliyi həqiqətənmi bu qədər əhəmiyyətlidir? Əlbəttə, əhəmiyyətlidirsə, deməli, onun bir epidemioloji araşdırmaları da vardır. Hiperurikemiyanın faydaları, zərərləri, purum mübadiləsi barədə, digər orqanlarda baş verən dəyişikliklər, böyrəkdə baş verən dəyişikliklər və bugünkü bizim Grand Medical'ın bugün bizim əczaçılıq bazarına təklif etdiyi Livsilon preparatı barədə qısa məlumat veriləcəkdir. Bilmirəm, bu slaydım görsənmirmi? Bu, deməli, hiperurikemiyanı, ümumiyyətlə, sidik turşusu haqqında tarixi bilgilərin bir xronologiyasıdır burada. Əgər baxsaz, görərsiniz ki, ilk dəfə sidik turşusu yüksəkliyi haqqında, sidik turşusu haqqında bilgini bizə eramızdan əvvəl 400-cü ildə Hipokrat vermişdir. Ümumiyyətlə, bu slayda baxanda sol tərəfdə, yəni X oxu üzrə biz dərc olunmuş məqalələrin sayını, sol tərəf deməli məqalələrin sayını, sol tərəfə doğru isə illəri görürük biz. Yəni ən sonda 22-ci ildə olan məlumatı burada yerləşdirmişik. Belə ki, əgər biz baxsaq, eramızdan əvvəl 400-cü ildə Hipokrat tərəfindən sidik turşusu yüksəkliyi barədə məlumat verilmişdir. Eramızın 600-cü ildə ilk dəfə olaraq kolxitin istifadəsi haqqında məlumat vardır. Ondan sonra, məsələn, 1797-ci ildə kristal nefropatiyası, sidik turşusu yüksəkliyi, podaqra xəstəliyi haqqında məlumatlar aşkarlanmışdır və belə bu xronologiya gəlir və ən sonda 2018-ci ildə belə deyək, sidik turşusu yüksəkliyinin genetik 28 xromosomda olan genetik mutasiyalarının tamamı aşkarlanmışdır və eyni zamanda 2022-ci ildə mədə-bağırsaq sistemində bu qut mikrobiotası deyilən sidik turşusu metabolizmasını
həyata keçirdən belə deyək, mədə-bağırsaq funksiyasının aşkarlanması dərc olunmuşdur. Bəli, 2022-ci ildə baxsaq əgər görərik ki, artıq 1000-ə yaxın belə deyək, bu barədə 1000-ə yaxın dərc olunmuş məqalələr vardır. Burada isə hiperurikemiyanın, yəni sidik turşusu yüksəkliyini bir epidemioloji tədqiqatını qoymuşuq. Belə ki, sizin də bildiyiniz kimi, ümumiyyətlə belə deyirlər ki, sidik turşusu yüksəkliyinə və yaxud da əvvəllər podaqa xəstəliyinə varlıların xəstəliyi deyirdilər və o addan da götürülmüş, o adın da özünü doğrultmasından biz görürük ki, həqiqətən də Amerikada, Böyük Britaniyada, yəni inkişaf etmiş ölkələrdə sidik turşusunun yüksəkliyinin rastlanması əhalinin faiz nisbətində daha çox rast gəlinir. Məsələn, Amerikada əhalinin 21%-ında sidik turşusu yüksəkliyi aşkar olunur. Amma burada belə bir nüans var ki, bu yüksəkliyin özünün daha çox faizi kişilərin payına düşmüşdür. Eyni zamanda Böyük Britaniyada 27% əhalidə rast gəlinir və ümumi aparılmış epidemioloji tədqiqatlar içərisində ən çox rast gəlinən Finlandiyadadır ki, burada əhalinin 48%-ında sidik turşusu yüksəkliyi aşkarlanmışdır. Və cədvəlin sonuna baxsaq görərik ki, mən bircə saniyə burada lazeri aşkar eləməmişəm. Bircə saniyə lazeri aktivləşdirirəm. Aha, deməli Amerika baxırıq 21%-dir, Böyük Britaniya 27% əhalidə rast gəlinir sidik turşusu yüksəkliyi və məsələn Finlandiyaya baxırıq. Finlandiyada 48%-ında rast gəlinir və bunların gördüyümüz kimi 60%-i kişilərdən ibarət. Yəni daha çox faizini kişilər təşkil eləyir. Və nəhayət inkişaf etməkdə olan ölkələr və yaxud da daha kasıb ölkələrə baxanda görürük ki, məsələn Bangladeşdə bu rəqəm 9.3%-ə enmişdir. Purin mübadiləsi nədir? Yəni bildiyimiz kimi sidik turşusu, yəni purin mübadiləsinin bir son məhsulu kimi belə deyək də qanda artmağa başlayır və ya da qanda mövcud olur. Bu purin mübadiləsi nədən ibarətdir? Adenozin, inozin və guanizinin belə hipoksantin, ksantin və urik asid kimi belə bir yoldan ibarətdir və bu prosesi stimulyasiya edən ksantin oksidaza fermenti ki var və bu işi bu həyata keçirilir. Nəzərinizə çatdırım ki, burada ən son məhsul kimi mən allantoini qoymuşam. Allantoin ümumiyyətlə biləsiniz ki, yəni insanda bizim bədənimizdə bu urikaz fermenti yoxdur. Olmadığına görə də sidik turşusu bax bu mərhələdə artıq dayanır insan orqanizmində. Amma bəzi heyvanlarda var ki, məsələn onlarda urikaz fermenti hələ də öz mövcudatını qoruyur. Yəni bu belə deyilənə görə illər keçdikcə əvvəllər olub insanda bu ferment, amma müəyyən illərdən sonra bu fermentin belə deyək də olmaması aşkarlanır və demək sidik turşusunda purin mübadiləsi sidik turşusunda tormozlanmağa məcburdur və bu sidik turşusu da bəzi patoloji hallarda artır və müəyyən xəstəliklər yaradırlar. Amma əgər urikaz fermenti olardısa, sidik turşusu allantoinə çevrilir və allantoin bildiyimiz kimi zərərsiz və suda həll olan bir formadır və sidiklə asanlıqla xaric olur və böbrəklərə heç bir zədə yetirmir. Ona görə də məsələn son dövrlərdə bilirsiniz ki, Rasburikaz adında bir dərman istehsal edilirlər, hansı ki bu urikaz fermentinin analoqudur və xüsusilə də bunu biz istifadə edirik tümör lizis sindromlarında aşırı miqdarda sidik turşusu kəskin bir kimyoterapevtik müalicədən sonra kəskin artması nəticəsində artır və sidik turşusunu neytrallaşdırmaq üçün rasburikazdan biz istifadə edirik. Allantoinin özü öz-özlüyündə xeyirli bir maddə kimi də belə deyək də kosmetologiyada çox ciddi istifadə olunur. Deməli, ksantin oksidaza fermentinin çatışmazlığı nəticəsində anadan gəlmə iki xəstəlik belə deyə bizə göstərilir. Bunlardan biri Shelley-Sigmiller xəstəliyidir ki, burada hissəvi çatışmazlıqdan söhbət gedir. Belə ki, erkən yaşda uşaqlarda tofusların əmələ gəlməsi, sidik turşusu yüksəkliyinin olması, oynaq zədələnmələri, böyrək zədələnməsinin olmağı ilə biz bunun diaqnostikasını aparırıq. Bir xəstəlik də var ki, orada mütləq ksantin oksidaza fermentinin çatışmazlığıdır ki, bu da Leş-Niyan sindromudur ki, erkən yaşda uşaqların ölümünə səbəb olur, yüksək urisemiya və X-a bağlı keçir. Yalnız oğlanlarda rast gəlinən bir xəstəlikdir. Sidik turşusu bəli əmələ gəldi, qanda artdı, lakin bunu bir regulyasiya edən bir mexanizm var. Əlbəttə bu mexanizm belə deyək, həm mədə-bağırsaqda var, həm də böyrəklərimizdə var. Böyrəklərimizin proksimal tubulunda, yəni bu şəklin qoyduğumuz slaydın bizlə üzbəüz dayananda sağ tərəfində burada proksimal tubul görsənir. Burada bu endotel hüceyrələridir bunlar. Bura qan dövranıdır artıq. Bura belə proksimal tubul hüceyrəsinin bazolateral hissəsidir, yəni bazal hissəsidir. Bura isə sidik belə deyək, lümenə baxan sidik ilə kontaktda olan hissəsidir. Belə ki, sidik turşusu gördüyümüz URAT1, GLUT9, onionik transporter 4 vasitəsilə deməli lümen hissədən
alınır və bazolateral hissədən qlut 9 vasitəsilə qana ötürülür. Ümumiyyətlə, sidik turşusu həm reabsorpsiya olunur, həm də sekresiya olunur. Sekresiyası isə gördüyümüz kimi onionik transporter vasitəsilə ABCG və NPT4 və NPT1 vasitəsilə sekresiya olunur. Yəni, sekresiya və reabsorpsiya olunması sidik turşusuna universal bir, belə deyək, bioloji aktiv maddə xüsusiyyəti bəxş eləyir. Burada bəzi dərmanlar ki, biz qoymuşuq, lizinurid, benzbromaron və probenesid. Burada gördüyümüz kimi bunun transportuna mane olan dərman preparatlarıdır. Sidik turşusu ümumiyyətlə faydalıdırmı? Yəni, bunun hər hansı bir faydası varmı? Yəni, qanda bunun müəyyən bir, belə deyək də, referans dəyəri var. Əlbəttə, sidik turşusu faydalıdır. Sidik turşusu həm antioksidantdır, prooksidantdır, proiltihab funksiyaları vardır. Azot oksidinin tənzimlənməsində, immun sistemdə, o cümlədən də yaşlanma əleyhinə xüsusiyyətləri vardır. Əgər biz belə deyək, yaşlanma əleyhinə mexanizminə baxsaq, görərik ki, həqiqətən də ektodermal growth faktordur bu yuxarıda belə başlıq kimi göstərdiyim. Ektodermal growth faktor bütün yaşayan hüceyrələrin hamısında olan bir mexanizmdir. Gördüyünüz kimi bunun içində olan bütün bu qədər mexanizm bizim nəyimizə xidmət eləyir? Hüceyrələrin proliferasiyasına, miqrasiyasına, diferensiyasına, apoptoza, eləcə də inkişaf zamanı hüceyrələrarası rabitənin tənzimləyən bir sıra vacib hadisələri belə deyək, tənzimləyir. Bax, bu ektodermal growth faktor sistemini sidik turşusunun idarə etməsində çox böyük rolu vardır. Eyni zamanda bu mexanizm, belə deyək də, insan yaşı ötdükcə bu mexanizm getdikcə qocalır. Qocaldığı üçün də bu sistem, belə deyək, zəifləyir və zəiflədikdə insanın, yəni qocalıq əlamətləri, dəri turborunun azalması, hüceyrələrin bölünməsinin zəifləməsi və bu kimi hallar, belə deyək, bu ektodermal growth faktor mexanizmi ilə həyata keçirilir. Və sidik turşusunun bu işdə çox böyük bir rolu vardır. Eyni zamanda sidik turşusunun neyroprotektiv effekti də yəni isbat olunmuşdur. Belə ki, bəzi belə deyək, neyrodegenerativ xəstəliklərdə, Parkinson xəstəliyində, Alzheimer xəstəliyində, amiotrofik lateral sklerozda bu xəstələrin qanında sidik turşusunun azlığını müşahidə ediblər və bundan meydana çıxaraq deməli, siçanlar üzərində belə bir tədqiqat aparıblar. Belə ki, lipopolisakharid induksiya edilmiş Parkinson xəstəliyi yaradırlar siçanlar üzərində. 3 qrupa ayırırlar. Belə ki, sağlam siçanlar lipopolisakharidlə zədələnmiş siçanlar və lipopolisakharidlə yanaşı urat verilmiş deməli siçanlar və görürlər ki, urat verilmiş siçanlarda neyrodegenerasiya daha az görülmüşdür və yaxud da görülməmişdir. Belə ki, bunun belə də mexanizmi, sxematik mexanizmi belədir ki, lipopolisakharid mikrogliya aktivasiyasını artırır. Mikrogliya aktivasiyası bilirsiniz ki, beyin toxumasında, sinir ətrafı toxumalarda immun sistem hüceyrəsidir və o öz-özlüyündə interleykin 1 beta, TNF, alfa, prostaglandin Y2-ni aktivləşdirməklə neyrodegenerasiya səbəb olur və burada uratın bloklayıcı təsirini biz görə bilirik sxematik mexanizmdə. Bəs hiperurikemiya zərərlidirmi? Əlbəttə zərərlidir. Belə ki, bir çox araşdırmalarda ürək damar xəstəliklərində, arterial hipertoniyada, metabolik sindromda, preeklampsiyada, böyrək xəstəliklərində əlaqəsi göstərilmişdir. Əgər biz bu cədvələ diqqət eləsək, görərik ki, həqiqətən də hiperurikemiya qurd xəstəliyinin mexanizmində, böyrək xəstəliklərinin mexanizmində, metabolik sindromda, kardiovaskulyar hipertoniyada, intervertebral degenerasiyanın yaranmasında, o cümlədən diabetdə bir çox özünün mexanizmləri ilə bu prosesləri neynirlər? Bir risk faktoru kimi və yaxud da belə deyək də, başlanğıc faktor kimi rol oynayırlar. Hətta bəzi tədqiqatların nəticələrində sidik turşusu yüksəkliyini bu xəstəliklərin, belə deyək də, prediktoru kimi də göstərmişdilər. Məsələn, sidik turşusu və tip 2 diabetlə bağlı bilirsiniz ki, 2015-ci ildə diabet jurnalında dərc olunmuş Mendelian randomize klinik çalışması ki var. Yəni, burada çox sidik turşusu yüksəkliyinin diabetlə bağlı çox mövzularına toxunulmuşdur. Lakin mən burada qısa 1-2 nüansı toxunmaq istəyirəm. Belə ki, sidik turşusu yüksəkliyi əgər 1 mg desilitr artarsa, diabet inkişaf ehtimalı 6% artmışdır. Yəni, bu tədqiqatın nəticəsində əmələ gəlmiş bir yekun bir nəticədir. Eyni zamanda sidik turşusu yüksəkliyi beta hüceyrələrin belə deyək, fəaliyyətinə, o cümlədən insulin istehsalına ciddi təsir göstərmişdir. Başqa bir tədqiqatda sidik turşusu və hipertoniya haqqında belə deyək də məlumatlar bizə dərc olunmuşdur və bizim nəzərimizə çatdırılmışdır. Belə ki, bu tədqiqatın nəticəsinə əsasən nə görsənir? Görsənir ki, əgər bu purun mübadiləsi bildiyimiz kimi qaraciyərdə gedir, əgər qaraciyərdə sidik turşusu yüksəkliyi belə deyək, sidik turşusunun over
productionu olarsa, sidik turşusu qanda artır. Lakin böyrəklərimiz və mədə bağırsaq sistemimiz vasitəsilə ekskresiyası azalarsa, o zaman orqanizmdə nə baş verir? Orqanizmdə oksidativ stres yaranır, iltihabi hüceyrə markerləri, sitokinlərin artımı başlayır, endotelial disfunksiya yaranır, yəni NO-nun azalması baş verir, RAS sistemimizin aktivləşməsi baş verir, insulin rezistentliyi başlayır. Kiminsə mikrofonu açıqdır, zəhmət olmasa mikrofonunuzu bağlayın da. Kiminsə mikrofonu açıqdır. Mikrofonları bağlayaq, zəhmət Söndürdüm olmasa. mən, doktor söndürdüm. Hə. Və insulin rezistansı yaradır və böyrək zədələnməsi yaradır. Yəni bu isə nəyə gətirib çıxardır? Bizim damar şəbəkəmizin sərtləşməsinə, periferik rezistansın artmasına, hipertenziyaya gətirib çıxardır ki, uzun dönəm belə bir təsir isə gələcəkdə hipertoniya xəstəliyinə, damar zədələnməsi, ateroskleroza gətirib çıxarda bilir. Ümumiyyətlə, yəni bu mexanizmləri danışanda biz əlbəttə nəzərdə tutmuruq ki, yəni tək sidik turşusu yüksəkliyi bu işlərin hamısını eləyir. Xeyr, elə deyil. Sadəcə o sidik turşusu o digər faktorlarla, məsələn obezite ilə, məsələn aşırı belə deyək də, məsələn lipidlərin yüksəkliyi ilə, məsələn qanda xolesterin və zərərli lipidlərin yüksəkliyi birlikdə, yəni əlbəttə rast gəlindikdə o da bir risk faktoru kimi bunları eləyir. Yəni tək şəkildə bunu eləyərmi? Onun tədqiqatları hələ ki yoxdur. Amma bütün bu tədqiqatlar hamısı ümumi bir tədqiqatın tərkib hissəsi kimi bizə göstərilmişdir. Yəni nəzərdə çatdırım ki, son illərdə bütün belə deyək də, belə deyək, ixtisaslar üzrə genetik xəstəliklər, yəni genetik belə deyək, mutasiyaların aşkarlanması çox prioritet hal almışdır. Belə ki, məsələn şəxsən bizdə nefrologiya sahəsində bir çox glomerulonefritlərin genetik mutasiyasını aşkarladılar. Belə ki, genetik mutasiya bilirsiniz ki, məsələn biz nə edirdik? Glomerulonefritlərdə immunosupressiv dərmanlar tətbiq eləyirdik. Bunların da başında glikokortikoidlərdir, hansı ki onun yan təsirlərini hamınız bilirsiniz. Yəni belə ki, bunun ən tanınmış yan təsirləri təzyiqin yüksəlməyidir, glukoza tolerantlığının artmağıdır, şəkərin yüksəlməyidir, insulin rezistentliyin olmasıdır, oynaqlarda osteoporozun olmasıdır. Yəni belə deyək, genetik mutasiya olunmuş prosesdən yaranan glomerulonefritlərdə biz əvvəllər bu steroidləri, immunosupressivləri verirdik uzun illər. Heç o qədər təsiri də olmurdu. Əvəzində isə nə edirdik? Xəstələrin orqanizmini zədələməklə məşğul olurduq. Amma indi bir çox glomerulonefritlərdə gen mutasiyası aşkarlandığına görə artıq biz onlara immunosupressiya vermirik. Onlara sadəcə nefroprotektiv dərmanlarla, ACE inhibitorları ilə və başqa nefroprotektiv dərmanlarla onları qorumağa çalışırıq və sıradan çıxdıqdan sonra isə transplantasiya edirik. Bilirsiniz ki, genetik xəstəliklərdə transplantasiya çox uğurlu olur. O autoimmun proses olmadığına görə, yəni genetik sıradan çıxmış bir böyrək, yəni yeni qoyulmuş qreftə heç bir təsir göstərmir. Ona görə də yəni bu genetik informasiyalardan yəni yola çıxaraq sidik turşu yüksəkliyinin də genetik 28 xromosomda gen mutasiyasını tapıblar. Belə ki, onun həm əmələ gəlməsində olan mutasiyaları tapıblar. Eyni zamanda da o transport mexanizmində baş verən mutasiyaları aşkarlayıblar və nəhayət o bayaqları mən birinci slaydda göstərdiyim kimi, yəni 2022-ci ildə mədə bağırsaq sistemində də sidik turşusu metabolizmini idarə edən bir qut mikrobiotası deyilən o aşkarlanmışdır. Əgər baxsaz, biz o belə deyək, regulyasiya slaydında göstərdiyimiz o GLUT9, URAT1 reabsorpsiyada rol oynayan bu transporterlərin, bəli, bu cür SLC22A12 bu tipli gen belə deyək, kodları da aşkarlanmışdır ki, yəni bunların da belə deyək, bəzi sidik turşu yüksəkliklərində əgər lazım olarsa bu genetik belə deyək, mutasiyaları aşkarlamaq, yəni xəstədə bu genetik bir prosesin olduğunu bizə informasiyasını verə bilir. Belə deyək, sidik turşu yüksəkliyi, bəli, dediyimiz kimi bir çox mexanizmlərlə qanda artır. Bunun cəmi 10% diyeta, endogen purun mübadiləsinin belə deyək də over produksiya ilə bağlı olur. Amma 90% isə diuretiklərin istifadəsi, böyrək çatışmazlığı, alkoqol istifadəsi genetik defektlərlə bağlı olur. Bir başqa bir tədqiqatı nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu tədqiqat bizə nəyi deyir? Bilirsiniz ki, bir çox belə deyək də, praktiki həkimlər, klinisistlər deyirlər ki, sidik turşusunu əgər asimptomatikdirsə, amma yüksəkdir, biz bunu müalicə eləyəkmi, eləməyəkmi? Bununla bağlı belə deyək də, mütəxəssislər arasında həmişə bir mübahisə olur və yaxud da bir müzakirə olur. Belə bir tədqiqat qoyublar. Yenə də siçanlar üzərində aparılmış belə bir tədqiqat. Yəni bu tədqiqatda görürük ki, sağlam siçovullardır, deməli siçanlardır.
silik turşusu yüksək. Görürsünüz, bax, qanda silik turşusunun miqdarı 15 milliqram desilitrdir ortalaması və 16 milliqram desilitr olan siçan qrupu qoyublar. Lakin burada bir şeyə diqqət etsək görərik ki, bu ikinci qrupda silik turşusu bəli 2 dəfə yüksək olmağına baxmayaraq, onların sidiyində pH qələviyə yaxındır. Amma digərində isə artıq turşa yaxındır. Belə ki, hansı insanlarda ki, sidik turşusu yüksəkliyi var, amma onun bufer sistemi sidiyin turşuluğunu stabil saxlayırsa, onlarda kristal nefropatiyası yaranmır. Bax, gördüyünüz ki, sağlam bir böyrək görürük burada biz. Amma o insanlarda ki, məsəl üçün, belə deyək, bufer sistemi, tubulyar bufer sistemi pozulub və onların sidiyin pH-ı 5-ə qədər enibsə, onlarda bilirsiniz ki, urat sidik turşusu turş mühitdə urat duzlarına çevrilirlər və bu da urat, yəni kristaluriyaya səbəb olur və böyrəyin sıradan çıxmasına səbəb olur. Yəni belə deyək də bu sual ki, asimptomatik hiperurikemiyanı müalicə eləyəkmi, eləməyəkmi? Bu sualı əlbəttə sidiyin analizi ilə biz böyrək baxımından qiymətləndirib onu müalicə edib eləməyimizin qərarını verə bilirik. Amma digər orqan və sistemlərin zədələnməsini göz önündə tutsaq, görərik ki, həqiqətən də silik turşusu yüksəkliyini müalicə eləmək çox önəmlidir, onu nəzarətdə saxlamaq çox vacibdir. Yenə də burada təkrar olaraq, bəli, silik turşusu yüksəkliyi, insulin rezistens, diuretik istifadəsi, deməli, qida faktorları ilə yüksələ bilər. Yüksəldiyi zaman endotelial disfunksiya yaradır, iltihab hüceyrə markerlərini artırır, sitokinləri artırır, oksidativ stressi artırır və ras sistemini aktivləşdirir ki, bu da yekunda ateroskleroza səbəb olur. Ateroskleroz isə bütün orqanlarımızda, istər göz, istər ürək, istər digər orqanlarımızda, eyni zamanda da böyrək damarlarında vaskulyar rezistansa səbəb olur ki, bu da orqanların uzun müddətli sıradan çıxmasına gəlib çıxardır. Yenə deyirəm, silik turşusu mono şəklində bu işi bəli eləyə bilir, amma digər faktorlarla, digər risk faktorlarla birlikdə bu məsələ daha sürətli və daha erkən baş verir. Başqa bir slaydda gördüyünüz kimi burada mərkəzdə biz yenə də hiperurikemiyanı qoymuşuq və mikroalbuminuriya yaratmasını, hiperfiltrasiya yaratmasını, endotelial disfunksiya yaratmasını, ürəkdə koronar qan dövranı pozulmasını, koronar sistemdə problemi yaranmasını, ürəyin işemik xəstəliyini sürətləndirməsini, o cümlədən də patoloji deməli adipositlərin yaranmasını və deməli metabolik sindromun yaratdığı mərkəzi piyələnməni artırdığı göstərilmişdir. Diaqnostikası əlbəttə ki, qanda sidik turşusunun yoxlanması ilə diaqnoz qoyulur. Bəli, kişilərdə 7 mq desilitrin altında olmağı tövsiyə olunur, qadınlarda 6 mq desilitrin altında olması tövsiyə olunur. Müalicəyə nə zaman başlayaq? Müalicəyə bəzi hallarda əgər başqa problemləri yoxdursa, ona qədər gözləyə bilirik, müalicə eləmirik. Amma əgər oynaq sindromu varsa, topuslar varsa, arterial hipertoniya, böyrək zədələnməsi, şəkərli diabet, ürək çatışmazlığı olan xəstələrdə silik turşusu nəzarəti direkt nəzarətə götürməliyik. Müalicə tədbirlərimiz nədən ibarətdir? Müalicə tədbirlərimiz bilirsiniz ki, əlimizdə olan bir neçə vasitələr var. Var kimyəvi maddələr, var protektorlardan istifadə edirik biz. Kimyəvi maddələr əlbəttə ksantinopsinaz inhibitorları, yəni silik turşusu əmələ gəlməsinin qarşısını alan dərmanlarımız var. Deməli, silik turşusunun reabsorpsiyasını həyata keçirdən urat transporterinin inhibitorları var əlimizdə. Eyni zamanda da bayaq dediyim kimi silik turşusunu allantoinə qədər, suda həll olan formasına qədər ötürən hal-hazırda son dövrlərdə kəşf olunmuş rasburikazdan istifadə eləyə bilirik. Bəs yaxşı, belə deyək, bunlardan əlavə hansı protektorlar var? Bugün biz bu kimyəvi maddələrlə yanaşı hansı dərman preparatından və ya hansı protektorlardan istifadə eləyə bilərik? Bunun üçün Grand Medical'ın bugün bizim üçün əczaçılıq bazarına təklif etdiyi, yəni lespedaza tərkibli, silibrin tərkibli, lespedaza tərkibli, yəni multi tərkibli bir dərman preparatı Livsilon. Yəni bu dərman preparatı xüsusilə nəzərə çatdırıram ki, bu elektron səhiyyə sistemində də bu deməli dərman vardır və oradan da belə deyək də elektron resept şəklində yazıla bilir. Nə təsirləri var? Yəni lespedazanın hal-hazırda nəyə köməyi var? Lespedaza bir çox klinik tədqiqatlarda sübut olunub ki, glomerular filtrasiyanın artmasına, azotlu metabolitlərin ifrazına, elektrolit itkisi olmadan mülayim diuretik təsirə və tərkibində olan flavonoidlərin antioksidan təsirindən ibarət bir belə deyək bitkidir. Deməli, burada bir deməli American Diabetes Association, o cümlədən KDIGO-nun və Avropa
Kardiologiya Society-sinin belə deyək, tövsiyələrinə görə ümumiyyətlə bilirsiniz ki, yumagcıq filtrasiya sürəti 5 mərhələdə xroniki böyrək xəstəliyində 5 mərhələdə biz ona nəzər eləyirik. Belə ki, 60-ın altına düşdükdə artıq bu ciddi böyrək zədələnməsi kimi qiymətləndirilir və ixtisaslı nefroloqun bu xəstələrə baxması tövsiyə olunur. Lakin yəni 60-a qədər, yəni olan dövrdə, yəni ilkin birinci, ikinci mərhələlərdə endokrinoloqlar, terapevtlər də belə deyək də yüksəlmiş azot balansını, o cümlədən kreatinindir, silik turşusudur və digər azot zəhərlərinin atılmasında belə deyək də onlar da aktiv iştirak etməlidirlər. Eyni zamanda məsələn bilirsiniz ki, KDIGO 2012-ci ildə xroniki böyrək xəstəliyi mərhələlərinə yanaşı olaraq proteinuriyanı da gətirdi. Belə ki, bilirsiniz ki, mikroalbuminuriya, orta albuminuriya və makroalbuminuriya olaraq 3 mərhələyə qoydu və bunları bizə dedi ki, təkcə yumagcıq filtrasiya sürətinin azalması deyil, bəzi insanlarda proteinuriyanın olması da böyrəyin sıradan çıxma tezliyini sürətləndirir. Ona görə də bu albuminuriyaya nəzarət də xüsusilə endokrinoloqlar və terapevtlər tərəfindən nəzarət olunması erkən başlanğıc mərhələdə çox tövsiyə olunmuşdur. Livselonun belə deyək də protektiv təsirlərindən bir balaca danışacağıq. Bu Ukraynada aparılmış bir tədqiqatdır. Hansı tədqiqat ki, ora daxil eləyiblər ikinci, üçüncü mərhələ xroniki böyrək xəstəliyini, eyni zamanda albuminuriyanın deməli orada belə də A1, A2, A3 kimi qiymətləndirilir. Yəni ağırlıq dərəcəsi albuminuriya A1 və A2-də olan albuminuriyalı xəstələr götürülüb tədqiqata və kompleks müalicənin tərkib hissəsi kimi Livselon da təyin olunmuşdu və Livselonun belə deyək də bu prosesdə köməyi yəni isbat olunmuşdur və mikroalbuminuriyadan normalbuminuriyaya keçidi təmin eləməsi, yəni belə deyək, statistik olaraq sübut edilmişdi. Eyni zamanda xroniki böyrək xəstəliyinin də 3-cü mərhələdən 2-ci mərhələyə, yəni GFR-ın ikinci belə rəqəmlərinə keçməsinə kömək göstərmişdir. Belə ki, bu lespedaza bitkisinin son dövrlərdə bilirsiniz ki, bizim də nefroloqları çox təyin edirlər, uroloqları təyin edirlər, endokrinoloqlar, bəlkə endokrinoloqlar təyin edirlər. Yəni xroniki böyrək xəstəliyi 2-ci, 3-cü mərhələdə kompleks müalicənin tərkib hissəsi kimi verilməsi faydalıdır. Belə ki, albuminuriyanın azalmasına, qanda kreatin səviyyəsinin azalmasına, yumagcıq filtrasiya sürətinin artmasına və digər mexanizmlərə təsiri belə deyək, sübut olunmuşdur. Eyni zamanda bilirsiniz ki, Livselon preparatının tərkibində silibinin var, hansı ki bu bildiyimiz silimarin bitkisində, silimarin molekulasına yaxın bir və yaxud da onun metaboliti, aktiv metabolitidir. Qaraciyər metabolizminin də yaxşılaşması, yəni Livselonun eyni zamanda qaraciyər metabolizminə təsir eləməsi, yəni azot zəhərlərinin azalmasında böyük əhəmiyyəti olduğunu aşkarlamışdır. Belə ki, hepatoprotektor təsiri, o cümlədən sistemik iltihabın azalması, sitokin səviyyələrinin azalması, lipid mübadiləsinin yaxşılaşması, mitoxondrilərin qorunması, membran stabilləşməsi, böyrək borucuqlarına təsir etməsi, yəni bu kimi halda albumin sintezinin dəstəklənməsi və albuminuriyanın azaldılması Livselon bitkisinə, Livselon preparatının istifadəsinə geniş şərait yaratmışdır. Nə üstünlükləri var? Üstünlüyü olaraq dərman preparatıdır bu. Bir dərman preparatı kimi qeydiyyatdan keçmişdir. Elektron resept sisteminə daxildir. Tarif qiyməti var. Suspenziya formasındadır. Rahat yəni istifadə oluna bilir və kompleks tərkibə malikdir. Eyni zamanda tərkibində spid və şəkərin olmaması endokrinoloqların praktikasında da istifadə edilməsini asanlaşdırmışdır. Yenə də hansı rəhbərlər ki, biz istifadə eləyirik gündəlik həyatımızda, onların belə deyək də yumagcıq filtrasiya sürətinin ilkin mərhələlərində azalmasının ilkin mərhələlərində, yəni 60-a qədər olan dövrlərdə endokrinoloq və terapevtlərin də belə deyək, böyrəkləri qorumaq üçün, yəni bu preparatlardan o cümlədən renoprotektiv müalicədən istifadə etməsi tövsiyə olunmuşdur. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınızı gözləyirəm. Çox sağ olun Elgin doktor. Çox belə geniş və ətraflı məruzəniz üçün. Suallar yazdıblar çata. Aha, mən bir dəqiqə baxaram. Bu dəqiqə çatdan girdim çata. Elbrus doktor soruşur, sidik turşusu kontrolunun böyrək çatışmazlığı irəliləməsində avantaj və dezavantajları nədir?
Əlbəttə, yəni biz indi burada sidik turşusunun həm purun mübadiləsindən danışdıq, həm onun sidik turşu yüksəkliyinin belə deyək də patoloji mexanizmlərindən danışdıq və gördük ki, sidik turşusu nə edir? Sidik turşusu oksidativ stresi artırır, ras aktivasiyasını artırır, periferik rezistansı artırır, insulin rezistentliyini artırır. Əlbəttə bunu idarə eləmək, buna nəzarət eləmək, bunu müalicə eləmək birmənalı olaraq böyrəyin funksiyasının yaxşılaşmasına, gələcək belə deyək də o proqnozlaşdırmaya, yəni illərin keçdikcə böyrəyin sıradan çıxmasının profilaktiyasına böyük köməyi vardır və lazımdır bunu eləmək. Sonra sual var, Nəsibə xanım. Tək böyrəyi olan xəstələrdə sidik turşusunun və kreatininin normal həddini hansı səviyyədə olmalıdır? Dəxlisi yoxdur. Yəni hələ ki onunla bağlı, yəni belə deyək, rəhbərlər bizə bir böyrəkdir, para böyrəkdir. Yəni onunla bağlı heç bir informasiya vermirlər. Hətta özünüz bilirsiniz də əlilliklə bağlı indi biz əlilliklə bağlı müraciət edən xəstələrimizdə də artıq bir böyrəyi var və ya da transplantasiya olunmuş böyrəyi var. Onlara əhəmiyyət vermirlər artıq. Niyə görə vermirlər? Deyirlər ki, funksiya pozğunluğu olmalıdır. Yəni bir böyrəyi var. Əgər kreatin normaldırsa, sidik turşusu normal dəyərlərdəsə, hansı dəyərlər ki, iki böyrəkli adamlarda da var. Biz yəni onu görürük də protokollarda. Hə, o rəqəmlərdən götürülür. Yəni onlar üçün qeyri-adi bir rəqəm təyin olunmuyub rəhbərlərimizdə. Sonra soruşurlar, nefropatiyanın erkən mərhələlərində hansı laborator parametrlər ən həssasdır? Baxır nə nefropatiyasıdır bu? Məsəl üçün sidik turşusu nefropatiyasıdırmı, yoxsa məsələn diabetik nefropatiyadırmı bu? Nəyin nefropatiyasından söhbət gedir? Məsəl üçün diabetik. Ümumiyyətlə yəqin ki, bu diabetik nefropatiyadan söhbət gedir. Diabetik nefropatiyada əlbəttə birinci növbədə mikroalbuminuriya ilkin marker bizə kimi marker kimi nəzərə çarpır. Ondan sonra digər şeylər. Hı -hı. Böyrək zədələnməsinin ən böyük göstəricisi nədir? Hiperurikemiyadırmı? Yox, nə deyir bizə? Kaydigo 12 nə deyir bizə? Kaydigo bizə 12 deyir ki, iki şeydir. Bir, proteinuriyanın olmağı, iki, glomerular filtrasiyanın pozulması. Bu iki şey böyrək zədələnməsinin markeri sayılır. Başqa heç bir şey. Hı -hı. Sonra demək, hiperurikemiya metabolik nefropatiyanın ilk təzahürü kimi tez-tezmi olur? Metabolik nefropatiyanın ilk təzahürü. Belə deyək də, mən şəxsi təcrübəmi istəyirəm paylaşam sizinlə. Açığını deyim, məsəl üçün belə xəstələr gəlir ki, məsələn kreatin yüksəkliyi ilə. Yox, məsəl üçün 1.5, 1.7, 1.8, 2 və yaxud da digər vahidlə 100, 150, 170, 200 olan vahidlərlə məsəl üçün biz nə edirik nefroloq olaraq? Bütün digər belə deyək, zərərli faktorların hamısını aradan götürürük, hə? Baxırıq ki, kreatin nəsə oynamaq istəmir. Amma sidik turşusu da cüzi yüksəkdir. Məsələn, 8-9 falan bu rəqəmlərdədir. Onlara mən məsəl üçün yazıram, belə deyək də, oksantin oksinazanın inhibitorlarından yazıram. Hə, görürəm ki, məsələn, sidik turşusu düşdü, kreatin də düşməyə başladı. Yəni bu şəxsən demə, bunu bir tədqiqat kimi həqiqətən qoymamışam. Bəlkə gələcəkdə bunu birləşmiş bir 10-15 həkimin təcrübəsində bir yığıb məsələn bir çox xəstələri belə bir tədqiqat kimi də edə bilərik. Yəni həqiqətən sidik turşusu yüksəlməsi və şəxsi təcrübəmdə mən görürəm ki, yəni çox ciddi kreatin yüksəkliyində təsir eləyir. Sonra sual var. Albumin kreatinin nisbətini hansı hallarda yoxlayırsınız? Əgər proteinuriya varsa, əlbəttə albumin kreatin nisbətinə baxırıq. Bu iki cür yoxlanılır da, bilirsiniz o. Bir və sutkalıq sidikdə məsəl üçün baxırıq proteiniyə, yaxud da albuminə baxırıq. Bir də baxırıq spot sidikdə protein kreatin və albumin kreatin indeksinə baxırıq. Yəni bir dəfəlik sidikdə, səhər sidiyində. Əlbəttə şübhələndiyimiz bütün hallarda, xüsusilə diabetli xəstələrdə mən deməli rutin baxıram onların hamısına. Məsələn, yüksək təzyiqi olan xəstələrdə, onlarda glomerulonefritli xəstələrin hamısında baxırıq bəli. Rutindir. Rutin işimizdir o bizim. Xəstədə yalnız mikroalbuminuriya var, kreatin isə normaldırsa, nə vaxt nefroloqa müraciət etməlidir? Yəni kreatinin qalxmayıb. Yəni mikroalbuminuriya mərhələsində açığı deyim, yəni rəhbərlər də tövsiyə edirlər. İlla ki, yəni nefroloq axtarmağa gərək yoxdur. Çünki bizim mikroalbuminuriya elə bir şeydir ki, yəni biz nefroloq olaraq orada nə biopsiya eləyirik mikroalbuminuriyalarda, nə məsəl üçün belə deyək, autoimmun markerləri yoxlayırıq, heç bir şey yoxlamırıq. Sadəcə olaraq biz də endokrinoloq və terapevtlər kimi nə edirik? ACE inhibitorlar təyin eləyirik, xəstənin həyat tərzini düzəldirik, pəhriz balansını düzəldirik, təzyiqini nizamlayırıq, şəkərini nizamlayırıq və ya da başqa patoloji proseslər varsa onları qaydaya salıb müşahidəyə götürürük. Yəni mikroalbuminuriya mərhələsində bu tədbirləri görürük adətən.
Hı hı. Onu yəni siz də eləyə bilərsiniz. Hər hansı bir terapevt və yaxud da necə deyim, endokrinoloq da bu işləri eləyə bilərlər. Ə, Demək, bir də soruşurlar, soda tərkibli preparatların istifadəsi tövsiyələrdə varmı? Xeyr, belə bir şey yoxdur. Sodanı biz nə vaxt veririk? O vaxt veririk ki, qanda bizdə qan qazı testi var. Venoz və yaxud da arterial fərq eləmir nefrologiya üçün. Deməli, qan qazı eləyirik. Əgər əlbəttə ki, asidoz varsa, metabolik asidozumuz varsa və o orada bikarbonat, standart bikarbonat dəyəri 20-nin altındadırsa, bu bikarbonat replasmanı, bikarbonat verilməsi göstərişi yaradır və o halda verə bilərsiniz. Yəni hər bir belə bir kimyəvi maddə öz göstərişinə uyğun verilməlidir bu qaydada. Ə, Sonra soruşurlar, böyrək biopsiyası nə zaman aparılır? Hı -hı. Böyrək biopsiyası adətən bilirsiniz gold standartdır. Proteinuriyaların belə deyək də proteinuriyaların diaqnostikasında xüsusilə deməli glomerulonefrit şübhələniriksə, bir də incə bir nüansı deyim, endokrinoloqlarımız üçün maraqlı olar, nefroloqlar bunu bilirlər. Bilirsiniz ki, məsələn, diabet 10 ildən artıq davam etdikdə artıq nefropatiya yaranır və proteinuriyası olur xəstələrin, amma bəzən bu proteinuriya aşırı miqdarda olur. Məsələn, sutkalıq silikdə zulalın miqdarı olur 7 qram, 10 qram, 15 qram. O halda biz düşünmürük ki, bu diabetik nefropatiyanın proteinuriyasıdır. Biz düşünürük ki, diabetik nefropatiyanın üzərinə hər hansı bir glomerulonefrit də gəlib. Məsələn, membranoz glomerulonefrit gəlib və yaxud da FSGS gəlib. Onda biz nə edirik? Əgər bunu düşünürüksə, əlbəttə birinci növbədə autoimmun markeri olan glomerulonefritdirsə, autoimmun markerlərini veririk. Onlardan bir şeyi aşkarlaya bilmiriksə, o zaman biopsiya eləmək tövsiyə olunur. Xüsusilə də hansı proteinuriyalarda eləyirik bunu? Məsələn, böyrək funksiyasının pozulması ilə gedən proteinuriyalarda, 1 qramın üzərində olan proteinuriyalarda və yaxud da məsələn əvvəlcədən protektiv müalicə eləyirik, yəni belə non-immunosupressiv müalicə. Onların köməyi olmadıqda o zaman məcbur biopsiyalara gedirik. Diabetik nefropatiyada urat salıcı preparatların təyinatı nə dərəcədə vacibdir? Yəni bu diabetik nefropatiyanın bu işə heç aidiyyatı yoxdur. Yəni diabet olsun, şəkər olsun, şey olsun, məsələn kardioloji bir problemi olsun, böyrək problemi olsun. Əgər sidik turşusu yüksəkdirsə, rəhbər bizə tövsiyə eləyir ki, bunu normal səviyyəyə salmaq tövsiyə olunur. Çünki dediyim kimi o bayaqları saydığım bir çox proseslər orqanizmdə başlaya bilir. Sutkalıq sidik və sut sidik analizinin fərqi nədədir? İndi hal-hazırda heç bir fərqi yoxdur. Çünki niyə görə? Çünki onlar bir-birindən korrelyasiya olur artıq. Ona görə də indi bu dəqiqə praktik təcrübədə bir dəfəlik sidikdə protein kreatin indeksinə baxırıq. Yəni tək zulalı miqdarına yox. Yaxşı. Və yaxud da məsələn belə bir sidik analizi gətirib, məsələn orada 120, 250 belə bir zülal rəqəmi göstərir və yaxud da 1 plus 2 plus belə bir şey yox. Onunla biz eləmirik. Biz belə deyək də orada kvantitativ eləyirik. Yəni ruslar demişkən kolичественный eləyirik. Təbii ki, miqdarla eləyirik. Yəni konkret olaraq proteinin miqdarı nə qədərdir rəqəmsal olaraq, kreatinin miqdarı nə qədərdir və onların bir-birinə nisbətini əsas götürürük. Və sutkalıq sidiyindən korrelyasiya olunur. Rahat eləyə bilərsən. Aha, eritropoyetin anemiyanın hansı göstəricisində təyin edilməlidir? Ümumiyyətlə, bilirsiniz ki, eritropoyetinin qanda təyini rutin olaraq rəhbərlər tövsiyə eləmirlər. Bu, ancaq xroniki böyrək xəstəliyin 4-5-ci mərhələsində olan anemiyalarda tövsiyə olunur. Əgər əlbəttə ki, hematoloq baxıb, başqa anemiya faktorları inkar olunub, bircə xroniki böyrək xəstəliyinin, yəni renal anemiyanın olması aşkarlıqda, yəni belə bu qərar verilibsə, o zaman eritropoyetindən istifadə edirik. Nefropatiya zamanı normal kreatinin tez-tez mi rast gəlinir ki, nefropatiya var, amma Əlbəttə. Ona görə də biz məsəl üçün belə deyək də böyrək zədələnməsi deyəndə təkcə öz böyrək zədələnməsi yox. Bir də maraqlı bir şey deyim, həkimlərimiz də bilsinlər. Əvvəllər belə bir şey idi də, xroniki böyrək çatışmazlığı idi. Belə deyirdik, düzdürmü? Amma indi deyirik xroniki böyrək xəstəliyi. Niyə? Çünki xroniki böyrək çatışmazlığı deyəndə burada 100% kreatini yüksək olmalıdır. Amma belə xəstəliklər var ki, orada kreatini yüksək deyil, amma böyrək zədəlidir. Məsələn, bax sizin bu indi sualımızda verdiyiniz, məsələn, proteinuriya var, amma kreatin yüksək deyil, məsələn. O demək deyil ki, böyrək xəstədir. Böyrək xəstədir. Ona görə də terminologiyanı son ildə dəyişdilər. Dedilər ki,
xroniki böyrək çatışmazlığı yox, xroniki böyrək xəstəliyi olacaq artıq və xroniki böyrək xəstəliyi də öz içində nəyi, iki komponenti yerləşdirir. Bir, proteinuriyanı, bir də kreatinin yüksəkliyini. Ola bilər ki, kreatin yüksək olmasın, proteinuriya var, bu da xroniki böyrək xəstəliyi sayılır. Doktor, sual gəlib. Əgər proteinuriya da yoxdur, amma hiperurikemiya var, bu zaman nefropatiya haqqında danışmaq olarmı? Yox, danışmaya bilərsən. Vacib Yəni deyil. mütləq deyil ki, nefropatiya olur. Əlbəttə ki, silik turşu yüksəkdirsə dəxli yoxdur. İstəyir kardioloq olsun, istəyir endokrinoloterapevt olsun, silik turşusunu idarə eləmək lazımdır. Çünki nə deyir? Tövsiyələr bizə, tədqiqatlar hamısı göstərir ki, silik turşu yüksəkliyinin ciddi yan təsirləri var. Demək, aktiv vitamin D hansı PTH göstəricisində təyin edirsiniz və məqsədli rəqəm neçədir? Sağ olsun, maraqlı sualdır. Əlbəttə, çox həkimlərin səhv elədiyi bir mövzudur. Endokrinoloqların əksəriyyətində də belə yanaşmalar var. Belə deyirik də. Ümumiyyətlə, aktiv vitamin D-ni biz nə vaxt veririk? Aktiv vitamin D-ni biz xroniki böyrək xəstəliyinin 4-cü, 5-ci mərhələsində artıq belə əlimizə alırıq və onu xəstəyə vermək, belə deyək də, ehtiyacı yaranır. Bəs nə vaxt veririk aktiv vitamin D-ni? Rəhbər bizə nə deyir? Rəhbər bizə deyir ki, parad hormonun 2-9 dəfə yüksəkliyində aktiv vitamin D verməyə tələsmə. Niyə? Çünki 2-9 dəfə yüksəklikdə biz aktiv vitamin D verəndə parad hormonu mümkündür ki, tamamilə stoplayaq. Tamamilə stoplasaq o zaman adinamik sümük xəstəliyi yaranır. Hansı ki, bu xəstəlik osteoporozdan da daha narahat bir xəstəlikdir. Çünki gələcəkdə parad hormonunu qaldırmaq olmur. Ona görə də biz aktiv vitamin D-ni çox incə, çox nəzarətlə veririk verəndə. Xüsusilə də 2-9 dəfə yüksəklikdən sonra, məsələn, hardasa, məsələn, belə deyək də, əgər götürsək ki, parad hormonunun qanda normal dəyəri, məsələn, deyək 60-dır, düzdürmü? Hardasa biz başlayırıq onu verməyə 300-400-dən sonra veririk aktiv vitamin D-ni, amma bu da o demək deyil ki, verib deyirik ki, xoş getdin. Xeyr, onu bir aydan sonra çağırırıq, parad hormonuna baxırıq. Əgər parad hormon 100-ün altına düşübsə, aktiv vitamin D-ni stoplayırıq. Çünki adinamik kemik xəstəliyi yarana bilər. Yəni, o ciddi nəzarətlə verilən bir dərman preparatıdır. Böyrək daşlarında hansı müalicə təyin olunmalıdır? Bu ümumi bir sualdır. Böyrək daşın hansı növündən söhbət gedir? O sual Doktor verilməlidir. Nərgiz xanım yazıb, mümkünsə dəqiqləşdirin hansı böyrək daşının. Yəni oksalat var, urat var, məsəl üçün struvit daşlarımız var, fosfat daşlarımız var, bilirlər, doktor özü bilir. Hər birinə yanaşma, müalicə hamısı ayrı-ayrıdır. Aksalat Bəli, dəqiqləşdirin. bəli. Oksalat bildiyimiz kimi ən çox rast gəlinən böyrək daşı formasıdır. Oksalat turşusunun miqdarının çoxluğu ilə rast gəlinir. Eyni zamanda bilirsiniz ki, primer hiperoksaluriya genetik xəstəlik də var. Qaraciyərdə ferment çatışmazlığıdır. Yəni oksalat turşusunun azalmasına istiqamətlənən bir müalicə aparılmalıdır. Eyni zamanda sidiyin qələvələşdirilməsi ilə bağlı bol maye, bu tipli yanaşma ilə müalicə edirik onlar. Hansı hallarda eşidilir ama? Eşidilir. Hansı hallarda böyrəkdəki dəyişikliklər geri dönməyən sayılır? Yəni hansı hallar deyəndə uzun müddətli hallar geri dönməyən dəyişikliklər sayılır. Yəni 10 ildən çox davam edən proseslər geri dönüşlü sayılmır. Söhbət əgər proteinuriyadan gedirsə, məsələn, diabetik nefropatiyadan gedirsə, ikinci mərhələyə qədər geri dönüşlü sayıla bilir. İkinci mərhələdən sonra artıq sayılmır. Bir də Elgin doktor soruşurlar, GFR-ı formula ilə hesablamaq düzgündür. Yəni metabolik sindromda yalnız Var. Ümumiyyətlə yumagcıq filtrasiya sürəti, yəni bilirsiniz ki, var. Biz statistiya ilə eləyirik transplantasiya olunmuş xəstələrdə, çünki dəqiq rəqəm bizə lazımdır o donorun böyrəyində. Amma normalda isə, yəni rutin istifadəmiz bəli, deməli formullardan istifadə edirik. Cockcroft Gold var, MDRD var, bir də var ən son bizə tövsiyə olunan rəhbərlərin tövsiyə elədiyi xroniki böyrək xəstəliyi epidemioloji formulu var. İngiliscə belə gedir də CKD-EP var. Hansı ki, xroniki böyrək xəstələrində bu daha real göstərir bizə glomerular filtrasiya sürətini. Onu özdə mən var, belə deyək də, application var, QX application-ı var. Bütün orada formullar var, hər şey var onun içində. Yəni orada istəyir, belə deyək, kontrast nefropatiyasının formulları var, GFR-lar var, başqa çox şeylər var. Mən onu istifadə edirəm application kimi.
yerinə qoyub yaza bilərlər. Məsələn, orada nə istəyir bizdən? Cinsi istəyir, yaşı istəyir və kreatin dəyərini istəyir. Bundan bizə formulu verir. Çox sağ olun. Chatdə hələ ki digər sual yoxdur. Vermək olar mı sual? Bəli, buyurun. Buyurun doktor. İlk öncə çox sağ olun doktor məlumatlarınız üçün. Bu Təşəkkür. soda köçürülməsi barəsində sual cavabı səsləndirdi xanım ki, metabolik asitozu yoxlayırıq. Ondan sonra əgər metabolik asitozda daha çoxdursa, bu zaman soda təyin edirik. Amma bu dəqiqə o daha çox istifadə olunan o tabletka şəklində dərmanlar ki var, o non-asitozdur, bikarbonorumdur, asitonetdir, bu şəkildə eyni tərkibli preparatları. Bunları da təyinləmək üçün metabolik asidozu yoxlamağa ehtiyac varmı? Çünki çox şablon olaraq istifadə olunur. Ümumiyyətlə, doktor bəy, yəni mən sizə bir şey deyim ki, yəni evidence-based medicine-lə yəni məşğul olmalıyıq biz. Yəni sübut olunmuş təbabətdən. Əgər bizim yəni məsələn belə deyək də neçə xəstəxanamızda qan qazı var, rahatçılıqla əldə oluna bilən. Yoxdur, düz deyilmi? Ona görə də yəni təqribi, yəni məsəl üçün əgər GFR-ı hesablayırsınızsa, 3B mərhələsi, 4 mərhələsidirsə artıq yəni istifadə etmək olar. Yəni təcrübə göstərir ki, yəni onlarda metabolik durum var. Bir də ki, simptomatika var da, ürək bulanma, qusma, iştahsızlıq. Yaxşı eşidə bilmədim. Nə yoxlayırıq dediniz? Nə yoxlayırıq, təyin edirik dediniz? Gümarcıq filtrasiya sürətini yoxlayırsınız. Əgər 3B 4-cü mərhələyə keçiddirsə, artıq orada metabolik asidoz formalaşır o mərhələdə. Yəni kronik böbrək xəstəliyi artıq 3-cü, 4-cü mərhələyə keçirsə, bəli. Eyni zamanda da simptomlar da ürək bulanma, qusma, iştahsızlıq, halsızlıq, bunlar özü də yəni metabolik asidozun klinik əlamətlərindən biridir. Bəli. Çünki bayaq siz vurğuladınız o kreatinlərin aşağı səviyyəsində 1.5-dir, 1.8-dir. Yəni kreatini bir qədər yüksək görən kimi onu o tövsiyələrdə, o rəqəmlərdə açığı verməyi tövsiyə eləmirəm. Niyə görə? Məsəl üçün siz bilirsiniz də ümumiyyətlə belə deyək də soda istifadəsi, soda deyək natrium hidrokarbonat deyək də, soda sözü belə şey deyil. Natrium hidrokarbonat istifadəsi özünüz görürsünüz də hidrokarbonatdan və natriumdan ibarətdir. Düzdürmü? Məsəl üçün mən sizə sual eləyirəm. Kreatinini məsəl üçün deyək 1.7, 1.8, 2-dir, hə? Hər iki ayağında da 2-3 pozitiv ödem var. Düzdürmü? Verərsiz, hansı ki bunu %99% səhv edirlər. Verərsiz soda o xəstəyə. Yox. Niyə görə? Çünki natrium yükü vermək ödemi daha da artıracaq, təzyiqini daha da artıracaq. Yəni bilirsiniz, yəni hər bir istifadə etdiyimiz dərman, yəni sübut olunmalıdır. Yəni metabolik asidozu varmı? Biz onu korreksiya eləməyimiz, məsələn belə ödemli xəstədə nə dərəcədə sürətli lazımdır bizə bu sodanı vermək? Bəlkə heç ehtiyac yoxdur. Birinci sən onun ödemini artdır, ondan sonra sodanı da başlayarsan. Amma halbuki nə görürük biz? Görürük ödemli xəstəyə sodanı da verib, xəstəni biabırçı vəziyyətə salıb, xəstə də qaçıb gəlir nefroloqun yanına. Olmaz belə. Bəli. Oldu doktor, çox sağ olun. Amma çox biz bunları desək də, bilsək də, yəni bu kreatinin yüksəlmələrindən bir çoxları siz də bayaq dediniz ki, yəni uroloqlarda, terapevtlər də, yəni əvvəlcə də aşağı səviyyələrdə yəni məşğul olurlar. Ona görə mən bilmək istəyirəm. Ola bilərlər, problem deyil. Bir nömrəli dərman kimi, elə kreatinin görən kimi bəzən olur ki, inanın ki, aptek özü xəstəyə verib ki, get bu dərman, bunu qəbul elə. Razıyam. Aptek verib ki, görmüşəm, mənim yanıma xəstə müraciət edib, əlində aptekin verdiyi hər hansı bir məsəl üçün non-asidozla yaxınlaşıb ki, kreatinin yüksəkdə aptek verdi bunu mənə. Düz. Amma yəni hər halda bilirsiniz də, yəni nefrologiya o qədər də asan bir şey deyil ki, əlimizdə bir dənə şey fırlanaq. Yəni çox incə, o qədər, yəni təzəliklə o qədər diaqnozlar aşkarlanıb ki, o qədər genetik patologiyalar aşkarlanıb ki, yəni belə deyək də o xəstələr ki, açığın deyim mən sizə, o aptekdən zaddan nəsə belə xırda-mırda şeylər götürürlər, şəfa tapırlar, onlar elə onu eləməsələr də sağalacaqlar. Məsəl üçün, susuz qalıb kreatini yüksəkdir, bir müddət sonra su içməyə başlayır, kreatini düşür. O sadə bir şeydir onlar hamısı. Amma bir də var ki, həqiqətən bir autoimmun proses başlayıb və yaxud da infeksiyon proses başlayıb və böyrəkdə ciddi zədələnmə yaranıbsa, bunun qabağını yalnız və yalnız ixtisaslı həkim ala bilər. Onu o dediyiniz dərmanlar ala bilməzlər. Düz doktor. Mən şəxsən 300, deyək ki, 200-300 kreatinin civarında xəstəni kreatini çalmağa çalışıram uroloq olaraq. Görəndə ki, yəni artıq mənim müalicəmlə düşmür, birbaşa nefroloqa yönəldirəm xəstəni ki, ola bilsin ki, hər hansısa bir səbəb var ki, biz onu bilmirik. Əlbəttə.
Çox sağ olun Məsələn, doktor. mən bir dənə tədqiqat aparmışdım bu milli onkologiyada. Çox maraqlı tədqiqat idi. Elə özüm düşünmüşdüm ki, görüm mənə milli onkologiyada nefroloji kabinetə müraciət edən xəstələrdə bu kreatinin yüksəkliyinin əsas səbəbi nədir? Məsəl üçün, bilirsiniz də onkoloji xəstələrdə əsasən obstruksiyaları mən ağlımda tutmuşdum belə. Amma eyni zamanda orada kimyoterapiyalar var. Məsəl üçün başqa ümumiyyətlə o onkoloji xəstələrdə ağrı kəsici istifadəsi var da. Bunlarda sümük metastazları falan ağrılar var. Dedim bunları bir müqayisə edeyim görüm hansı daha çoxdur. Məsəl üçün orada çıxdı ki, məsəl üçün obstruksiya daha çoxdur. Məsələn uroloji problem. Düzdürmü? Onu mən nə edə bilərəm bir şey kimi, nefroloq kimi heç nə. Onlar əlbəttə ki, uroloq tərəfindən obstruksiya aradan götürülür, kreatinləri düşür və sağlam həyat tərzinə keçirlər, belə deyək. İncəliklər çoxdur. Bizdə terapevtlər də əgər varsa qoşulanlardan, yəni ilk öncə onu terapevtlər birbaşa müalicə yazmamışdan qabaq bu böyrək probleminin uroloji mi yoxsa nefroloji olmağını birinci dəqiqləşdirsinlər terapevtlər. Düzdür, mən əleyhinə deyiləm ki, terapevt böyrək xəstəlikləri müalicə eləməsin, eləsin, amma dəqiqləşdirsin ki, bunu uroloji istiqamətdə müalicə edəcək, yoxsa nefroloji istiqamətdəmi? Onu dəqiqləşdirsin yəni. Çox sağ olun doktor. Buyurun. Sağ olun. Burada Ergün doktor sualı yenə var. SGLT2 inhibitorlarının şəkərli diabeti olmayan xəstələrdə verilməsi tövsiyə edilirmi? Olunur, tövsiyə olunur. Və son tədqiqatlar göstərir ki, yəni onun natrium azaldıcı, volüm götürücü effektləri, yəni ürəyi qoruma sahədən, təzyiqin nizamlanması sahəsindən böyük üstünlükləri var. Ona görə verilir. Proteinuriyalı xəstələrdə verilə bilər. Şəkər olmasa belə. Demək, nefroloq tərəfindən SGLT2 təyinatına əks göstəriş nə var? Yəni, sidik yolu, ağır sidik yolu infeksiyalarında falan verməsək daha yaxşı tövsiyə olunur. Bir də dehidrasiya xəstələrdə verməsək daha yaxşı olur. Sonra kalium qanda yüksəkdirsə və hər iki ətrafda ödem varsa, natrium bikarbonatın təyini olmaz. Diuretik ver düzələcək də. Əgər sidik çəki varsa. RAS inhibitorları təzyiq normaldırsa, diabetik nefropatiyanın proqresinə Verilməlidir. Verilməlidir. Yəni effektivdir. Bəli. Belə vроде başqa sualı yoxdur. Çox sağ olun Ergün doktor. Belə ətraflı cavablara görə. Çox təşəkkür edirik və bütün auditoriyada təşəkkürümü bildirirəm, minnətdarlıq edirəm. Hər hansı bir başqa sual yaranarsa, direkt mənə və yaxud bizim nümayəndələrə ünvanlaya bilərsiniz. Ergün doktor ümid edirik ki, vaxt tapıb cavab verəcək. Doktor, çoxlu çatlara və şəxsiyə çoxlu sizə təşəkkür yazır həkimlər. Sağ olsunlar, minnətdaram. Mən də təşəkkür edirəm ki, qoşuldular, birlikdə maarifləndik. Oldu. Sağ olun. Sağ olun.